Bugün arzumuzun azadlıq günü. Bugün azadlığın zirvə günüdür. Ulu babaların səpdiyi dəni, göyərdən millətin zərbə günüdür. Bugün min illərlə gələn yolların sabaha açılan hür qapısıdır. Haqqını istəyən mərd oğulların şərəflə keçdiyi nur qapısıdır. Bugün yer üzündə ən qədim xalqın özünə yenidən dönüm anıdır. Vətəni canından çox sevənlərin vətən qarşısında imtihanıdır. Bugün hüzün günü, qəm günü deyil, təxarət günüdür, qürur günüdür. Xalqın varlığını təsdiq eyləyən şərafət günüdür, möhür günüdür. Bugün öz qanı ilə yazdı bu millət ən yeni tarixin salnaməsini. Ucaldı müqəddəs şəhidləri ilə çatdırdı dünyaya haqqın səsini. Bugün azadlığın, müstəqilliyin qanı ilə yazılmış təməl günüdür. Ölümün üzünə dik baxa-baxa özgür yaşamağın bədəl günüdür. Bugün ürəklərdən qorxunun, xofun, ölümün əli ilə çıxan günüdür. Millətin divləri, əjdahaları birliyin gücü ilə yıxan günüdür. Birliyin gücü ilə yıxan günüdür.